Android telefonlarda Fabelik tətbiqini necə yükləyirik? Google Chrome'a daxil oluruq və burada axtarış bölməsinə Fabelik yüklə yazırıq. Mən artıq yazmışam deyə burada hazır var. Üzərindən basdıqda baxın belə bir səhifə gəlir. Mobil priложение Fabelik birinci səhifəyə daxil oluruq. Səhifəni yuxarı qaldırdıqda baxın burada gəlir birbaşa yükləmə. App Galeriya, Rustore, Get Apps. Mən bunlardan istifadə etdim, alınmadı. Amma elə birbaşa yükləməni qeyd etdikdə baxın birbaşa yüklə. Daxil olduqda burada yüklə düyməsini bastırıq və baxın fayl endirilsin. Faylı yenidən endirmək istəyirsiniz. Çünki mən əvvəldə necə deyim, yükləmişdim tətbiqi. İndi sizə aydınlaşdırmaq üçün sildim yenidən. Ona görə deyir, yenidən endirmək istəyirsiniz. Yenidən endirin. Amma sizdə gələcək ki, endirin. Və gözləyirik. Baxın, fayl endirildi yazıldıqdan sonra açın düyməsinə basırıq. Baxın, bu birinci gələcək. Latex 2 APK. Bunun üzərindən basdıqda quraşdırın gələcək. Quraşdırını basırıq və gözləyirik. Tətbiq quraşdırılıb artıq. Açın düyməsinə basın. Əvvəl baxın, belə bir səhifə açılacaq. Xoş gəldiniz, ölkəni seçin, dil seçin. Burada seçirsiniz Azərbaycan, yəni hansı ölkədəsiz oranı seçirsiniz. Dildə Azərbaycan seçildi. Daha sonra buradan alışlara düyməsi basdıqda artıq bizim Fabelikin mobil tətbiqi Android telefonda açıldı. Baxın, həm də Androiddə yenilənmiş formadadır. Çox qəşəngdir səhifə. Yəni burada baxın, ayrılıbdır qalanlar, əla endirimlər olanlar, satış itləri olan məhsullar ayrılıb, yeni məhsullar ayrılıb və eyni ilə də aşağıda həmişə dediyim kimi məhsullar bölməsi ayrıdır, səbət bölməsi ayrıdır. Sadəcə səbət bölməsi kesildi. Biz artıq burada alıcının nömrəsi və açar nömrəsini yazmalıyıq ki, öz şəxsi kabinetimizə daxil olaq və daha sonra alışlarımıza davam edək. Və yaxud da ki, profildən. Baxın, profildə heç bir yerə daxil olmamışıq. Burada daxil ol düyməsini basırıq və alıcının nömrəsini yazırıq. Misal üçün bir məsləhətçimizin yazaq kodunu, parolunu 743 974 840. Daha sonra parolu yazırıq. Və daxil ol düyməsini basdıqda artıq biz, baxın, daxil olduq. İstəsəz parolu Google ünvanında yadda saxlaya bilərsiniz. Misal üçün, yadda saxlamaq üçün davam edin düyməsini basacaqsınız, yox istəmirsinizsə indi yox. Artıq şəxsi kabinetinizə daxil oldunuz. Daha sonra kataloqa baxa bilirsiniz rahatlıqla. Bu hazırki kataloqumuzdur. Digəri isə yeni başlayacaq olan kataloqumuzdur. Səbət burada. Məhsullar burada. Belə. Sifarişlərin yerləşdirilməsidir. Çatdırılma məntəqəsidir. Bu barədə video çəkmişdim. Yəni o digər videolarım da var. Bugün yalnız sizə Fabelik tətbiqini yükləməyi öyrətdim. İnşallah ki, faydalı olar.